Son günlər regionda baş verən hadisələr fonunda yeni və diqqət çəkən iddialar gündəmə gəlib. İran Xarici İşlər Nazirliyinin sözcüsü İsmail Bəqai Birləşmiş Ştatlar F-15 qırıcısının pilotu üçün xilasetmə əməliyyatında şübhəli məqamların yer aldığını bildirib. Vurğulayıb ki, Vaşinqtonun güya xilasetmə əməliyyatı adı altında fərqli məqsədlər güdməsi ehtimalı nəzərdən qaçırılmamalıdır. İranlı diplomatın sözlərinə görə Amerikalı pilotun olduğu iddia edilən ərazi Kohkiluya və Boyerəhməd vilayətində yerləşir. Lakin bu bölgə ilə Birləşmiş Ştatlar qüvvələrinin eniş etməyə çalışdığı deyilən ərazi arasında böyük məsafə var. Məhz bu məqam isə səsləndirilən versiyaların inandırıcılığına kölgə salır. Buna görə də rəsmi Tehran bu əməliyyatın arxasında fərqli niyyətlərin ola biləcəyini istisna etmir. Digər tərəfdən Bəqai ehtimal irəli sürüb ki, xilasetmə adı altında həyata keçirilməsi planlaşdırılan addımlar əslində zənginləşdirilmiş uranın əldə olunmasına yönələ bilər. Bu iddia isə beynəlxalq səviyyədə həssas hesab olunan nüvə məsələsini yenidən gündəmə gətirir. Eyni zamanda belə bir ssenari regional təhlükəsizlik baxımından da ciddi risklər yarada bilər. Ekspertlərin fikrincə səsləndirilən fikirlər hələlik rəsmi təsdiqini tapmayıb və müxtəlif tərəflər tərəfindən fərqli şəkildə qiymətləndirilir. Bir tərəfdən bu iddialar İran daxilində təhlükəsizlik və suverenlik prismasından qiymətləndirilərək ciddi risk siqnalı kimi təqdim olunur. Digər tərəfdən Qərb analitikləri bu fikirləri daha çox siyasi ritorika və informasiya müharibəsinin elementi kimi dəyərləndirirlər. Bununla yanaşı məsələni texniki baxımdan təhlil edərək belə bir əməliyyatın logistik və operativ çətinliklərini nəzərə almaq lazımdır. Eyni zamanda neytral müşahidəçilər mövcud məlumatları yetərli saymırlar və nəticə çıxarmaq üçün əlavə sübutlara ehtiyac olduğunu bildirirlər. Region üzrə ixtisaslaşmış şəxslər bu iddiaların geosiyasi təzyiq aləti kimi istifadə oluna biləcəyini istisna etmirlər. Yəni, müxtəlif yanaşmaların mövcudluğu məsələnin həm siyasi, həm də təhlükəsizlik aspektindən çoxşaxəli şəkildə dəyərləndirildiyini göstərir. Birləşmiş Ştatların İranda həyata keçirdiyi iddia olunan xilasetmə əməliyyatı ətrafında yeni detallar isə hazırda ən çox müzakirə olunan mövzulardandır. Məlumatlara görə F-15 Eagle qırıcısı vurulduqdan sonra pilotların xilas edilməsi üçün Birləşmiş Ştatlar geniş miqyaslı hərbi əməliyyat keçirib. Bu missiyanın ümumi dəyərinin təxminən $300 milyon olduğu bildirilir. Eyni zamanda əməliyyat zamanı istifadə edildiyi deyilən H-10 Thunderbolt 2, C-130 Hercules, MH-6 və pilotsuz MG-9 Reaper kimi texnikaların itirilməsi iddiaları diqqət çəkir. Bu isə göstərir ki, söhbət adi xilasetmə missiyasından deyil, daha mürəkkəb və riskli hərbi əməliyyatdan gedə bilər. Digər tərəfdən bəzi mənbələr əməliyyatın uğursuz nəticələndiyini və planlaşdırıldığı kimi yekunlaşmadığını qeyd edir. Bununla yanaşı hadisələrin İsfahan yaxınlığında baş verməsi əməliyyatın coğrafi baxımdan da çətin şəraitdə həyata keçirildiyini göstərir. İddialara görə ABŞ qüvvələri bölgədə müvəqqəti eniş zolaqları yaratmağa cəhd edib. Lakin bu cəhdlərin nə dərəcədə uğurlu olduğu barədə dəqiq məlumatlar yoxdur. Bundan əlavə bəzi xəbərlərdə Birləşmiş Ştatlar texnikalarının İranın əlinə keçməməsi üçün qəsdən məhv edildiyi ehtimalı irəli sürülür. Digər tərəfdən İran hava hücumundan müdafiə qüvvələrinin müqaviməti nəticəsində itkilərin olduğu da bildirilir. Analitiklər hesab edir ki, bu cür yüksək riskli əməliyyatlar adətən yalnız pilotların xilas edilməsindən daha geniş strateji məqsədlər daşıyır. Məhz buna görə də bəzi analitiklər missiyanın arxasında gizli hədəflərin ola biləcəyini istisna etmir. Birincisi, belə əməliyyatlar çox vaxt rəsmi bəyan edilən məqsəddən əlavə kəşfiyyat məlumatlarının toplanmasına xidmət edə bilər. Bölgədə yerləşən hərbi və ya strateji obyektlərin koordinatlarının dəqiqləşdirilməsi kimi məqsədlər də mövcuddur. Bəziləri bu cür missiyaların yerli hava hücumundan müdafiə sistemlərinin reaksiyasını test etmək üçün istifadə olunduğunu bildirir. Əməliyyat zamanı pilotsuz uçuş aparatlarının istifadəsi vasitəsilə radioelektron mühitin xəritələnməsi ehtimal da nəzərdən keçirilir. Bu cür fəaliyyətlər bəzən regionda psixoloji üstünlük yaratmaq və qarşı tərəfə mesaj vermək məqsəd daşıyır. Yəni, xilasetmə kimi təqdim olunan əməliyyatların altında çox vaxt gizli strateji hədəflər də olur. Regionda artan gərginlik fonunda belə hadisələrin daha geniş qarşıdurmanın elementi kimi ortaya çıxması və mövcud informasiyaların tam təsdiqlənməməsi ehtiyatlı yanaşmanı zəruri edir. Beləliklə, proseslərin inkişafı və yeni faktların ortaya çıxması bu əməliyyatın əsl mahiyyətinə daha da aydınlıq gətirə bilər.